Herkese salam dostlar. Bugün de yepyeni bir videoda karşınızdayım. Bugünkü videomuzda yeni gelen Ronaldinho'dan açılım edirik dostlar ve Ronaldinho'nu çıxarmağa çalışırıq. Təbii ki öz hesabımda çok coins yoktu. Buna göre dostumun hesabına keçəcəm. Ve o hesaba keçərək dostlar paket açılımı eləyək. Yəni bu kanalımızda ilk paket açılımı olacaq. Sizler de videoyu beğenip kanalımıza da abone olmayı unutmayın dostlar. Mən paket açılımına keçid edim. Bəli dostlar, hal-hazırda gəldik. Burada 4452 coinsimiz var və buradan heç olmayan Ronaldinho gəlsin və yaxud da ki belə deyək, Ronaldinho'nun yanında olan Carlos və Cafu'nun gəlməyini istəyirəm. Əslində burada Ronaldinho da qəşəng gəlib. Digər oyuncular biraz mövqe olaraq düzgün deyirlər. Açılımımızı edək, ilk 900-ümüzü basaq, görək ilk 900-ümüzə nə verir. Və yoxlayaq indi dostlar, görək. Dostlar, ilk 900-ümüzdə sadəcə rəngli kart verir. Təbii ki bizə də rəngli kart lazım deyil. Bizə daha yaxşı, daha belə bu paket açılımında heç olmayan nəsə çıxardaq. Paket açılımını boş keçməyə deyirəm. Və keçək ikincisinə də bir də yüzlü yoxlayaq. Bəlkə yüzlüyə çıxarda bildik. Bir dənə də yüzlü basaq buradan. Görək yüzlüyə nə verəcək bizə. Hələ ki heç nə işıqlar falan yanmır. Sadəcə kiçik fişənglər var. Və buna da vermədi. 100 coinsi də vermədi. Yüzlü basaq. Bir dənə də 900-ə məncə bu səfər çıxardarıq dostlar. Artıq 900-ə də gəlsin də yəni. Yox, 900-də də sadəcə rəngli kart verir, 900-də də bir şey vermədi bizə. Keçək, yenə açılım edək. Bu səfər yenə bir dənə yüzlü yoxlayaq, bəlkə yüzlüyə çıxartdıq. Hal-hazırda 2452 coinsimiz qaldı. Və Konami başı batmış, hələ ki bizə heç nə vermir. Bunu da deyəsə boş keçdik biz buradan. Açılım edək. Bəli dostlar, bir daha 900-lü basaq, bir dənə 900-lüyə mən inanıram ki, bu səfər nəsə çıxacaq, çünki artıq coinsimiz də azalıb və bu coinsə gəlməlidir artıq məncə. Və üstü rəngli yanır, bəlkə verdi. Görəyin, üstü rəngli yanır. Heç nə, 10 dənə standart kart verir. Təşəkkürlər Konami, Allah sən canını sağ eləsin. Bir daha yüzlü yoxlayaq biz. Bəlkə bu səfər gəldi. Ver də, yəni bir dənə verməyəcəksən. Oy, səni vermədi. Sərdar Satçı gəldi. Yəni necə, indi biz bir dənə buradan oyuncu çıxarda bilməyəcək. Burada bu qədər oyuncular var. 900-lü də basa bilərik. Bir dənə 900-lü də yoxlayaq. Bu səfər çıxdı mı? Məncə çıxdı bu səfər. Bu səfər də bastıq. Və zırt. Heç nə də çıxmadı. 900 coinsimiz də beləcə getmiş oldu. Heç olmayan Konami bir dənə verəsən də, yekə kişisən. Bu qədər açılım elədik biz buradan. Oyuncu çıxartmağa çalışdıq. Gözləyin görə gedək, yoxlayaq bu axırıncı coinslərimizi də dibinə kimi yoxlayaq. Və burada basaq, yəni bəlkə gəldi bu səfər. Aha. Yox. Yox. Alisson Becker gəlmədi. Biz yoxlayaq, son coinslərimizi də yoxlayaq bu şəkildə. Məs coinsi də bastıq biz buradan. Və bizim 100 coinsimizə də gəlmir dostlar. Hal-hazırda boşdur yəni. Gəlmir. Vermir bizə. Yenə bir standart kart gəldi buradan. Yəni artıq 252 coinsimiz qalıb və paketi demək olar ki bir çox oyuncu yəni çıxartmışıq buradan. Artıq 50'ye yaxın oyuncu çıxardacaq, amma gəlməyib hələ ki. Açılım edək, bu 100 coins də basaq biz. 100 coinslə də məncə bu səfər. Hə, bu səfər. Üstü heç bir şey yanmır. Bu standart kart verəcək yenə. Heç nə. Elie Juan, nə bilim, Puan. Heç nə vermir. Biz bunu da boşuna xərcləmiş olduq. Yəni artıq paketi sıfırlayırıq demək olar ki biz. Son 100 coinsimiz də yoxlayaq dostlar. Bəlkə bu 100 coinsə gəldi.
Gəlməsə bitirək artıq, yəni zaten gələsi də yoxdur. Görək bu səfər nə olacaq. Gəlmir. Sadə standart kart gəlir dostlar. Neyniyək? Mən keçim öz hesabıma, yəni artıq çıxmadı, neyniyək? Şansımız gətirmədi. Keçim öz hesabıma, orada da bir daha baxaq bu Ronaldinho'ya, görək nə olur, başına nə gəlir. Bəli dostlar, neyniyək artıq, yəni bizim bir fikrimiz qalmadı. Yəni o qədər şey xərclədim, o qədər şey çıxartmağa çalışdıq. Yəni heç cürə mümkün olmadı. Neyniyək artıq buradan, yəni biz Ronaldinho'nu çıxarda bilmədik. Olsun, yəni can sağlıq, amma o qədər coins xərclədik, heç olmaya çıxardı, yəni. Nə bilim. Nəysə dostlar, videomuz bu qədərdir. Videomuza like atıb kanalımıza da abunə olmağı unutmayın dostlar. Hamınızı çox sevirəm. Sağ olun.